Bizim keçən səfər bir sualımız qaldı. O sualı yenidən izahına gedəcəm. Bir hissəsini izah elədim, bir hissəsi qaldı o sualımızın. Baxım o hansı sual idi? Orada həm günəş alan düşmə bucağı var idi. Hə, 42-ci sual idi. Mən 42-ci sualın bir hissəsini izah eləmişdim, bir hissəsi qalmışdı. Amma indi yenidən bir də izah verəcəm ki, o tam bitməmişdi. Demək burada bizə nə veribdi? 2 dənə saat vermişdi. 2 dənə saat olduğuna görə demişdim 2 dənə saat olanda fərqini tapırıq. Qayda olaraq 20-36-dan çıxırıq 4-28-i. O da eləmişdi. Bir dənə səslərcə bağlayın müəllimlər. 16-08. 16-nı da vurmuşdum 15-ə. 08-də böldüm 4-ə. Eləmişdi 242. 242 deyə dərəcəmiz də olmadığına görə 360-dan çıxmışdım. O da eləmişdi 118. Və belə bir ifadə işlətdim ki, keçən səfərdə. Baxıram ki, Bakıda 4.28-dir. Digər məntəqədə isə hələ 20.36-dır. Deməli, Bakıdan harda olacaq? Geridə olacaqdır. Geridə olanda neyini çıxırdıq? Bakının uzunluğu neçə idi? 50. 50-dən çıxırıq həmin 118-i. 50-dən 118-i çıxanda burada mənfi 68 alınır. Mənfi 68 şərti bizə onu verir ki, deməli Bakı şərqdədirsə, biz əks yarımkürədə tapmışıq bunu. Yəni 68 qərb uzunluğu olacaq cavabımız. O, yenə deyirəm, buradan artıq onsuz da variant çıxır. Biz variant çıxartmırıq, sadəcə həllini istədiyim üçün davamını gedəcəm. İndi 68 qərb uzunluğunun mən saat qurşağını tapacağım. Qərbdə olduğuna görə 68-i birinci bölürəm 15-ə. Hər bir halda saat qurşağı tapanda uzunluğu 15-ə bölməliyik. 68 15-ə bölündə 4 düşür. Qalığım isə 8 qalır. Mən keçən dərsdə izah edəndə demişdim. Əgər qalığım 15-in yarısından, yəni 7-5-dən böyükdürsə, aldığım cavabın üzərinə 1 əlavə eləməliyəm. 4-ün üzərinə də 1 əlavə elədim, elədi 5. Amma qərbdədir axı, mən qərbdə olanda birbaşa 5-i götürə bilərəmmi? Götürə bilmərəm. Qərbdə olanda nə etməliydim? 24-dən çıxmalıydım. 24-dən də çıxıram həmin 5-i, eləyir saat qurşağımız 19-cu saat qurşağı. Saat qurşağımızı tapdıq. Sonra uzunluğumuzu tapdıq. Qaldı bizim nəyimiz? Enliyimiz. İndi görək enliyi necə tapacağıq? Burada günəş alanın düşmə bucağının düsturundan istifadə edəcəyik. Əvvəlki videolarımda var. İndi bir dəfə də deyim. Günəş alanın düşmə bucağı üçün mən düstur olaraq bunu götürürəm. Mötərizəli ifadədən istifadə eləmirəm mən. Mötərizəli ifadədə yarımkürələri seçmək qəlizləşir. Amma mənim bu verdiyim düsturda ifadə belə deyim də seçmək daha rahatdır. Maksimum düşmə bucağımız 90 dərəcə günəş şüalarının. 90 dərəcə çıxaq, enlik. Elə FB-ni dəyişmişəm da, belə deyim. Enlik plus minus Z düsturu. Əgər eyni yarımkürədədirsə, günəş şüaları təbii ki, çox düşəcək. Çox düşdüyü üçün plusdan istifadə edəcəyik. Üstə gərək Z yazırıq. Müxtəlif yarımkürə olanda günəş şüaları az düşəcək. Onda isə minusdan istifadə edəcəyik. Çıxaq Z yazırıq. İndi baxaq görə bizə şərtdə nə veribdir? Yay gün dönümü günündə günəş şüalarının düşmə bucağını verib 36.5. İndi deyir ki, bu məntəqənin enliyini tapın. Gəlin qoyaq. 36.5 yerinə qoyuram, baxın. Günəş şüalarının düşmə bucağıdır. Bir də ekrana toxunmayın. Mən burada siz toxunanda yaza bilmirəm. Görürsünüz, qarışır. Siz də orada fərqli görürsünüz. 36.5 bərabərdir 90 çıxaq enlik. İndi sual verə bilərsiniz ki, müəllimə, bəs yaxşı, biz bu halda nə bilək ki, biz bura plus qoyacağıq, yoxsa minus qoyacağıq? Çox testlərdə keçərli bir ifadə işlədəcəm sizə. Bu qayda deyil, sadəcə olaraq keçərlidir deyə deyirəm sizə. 90 bizim maksimum günəş şarımızın düşmə bucağıdır. Yarısı 45-dir. Əgər çox vaxt keçərlidir da, demirəm 100% həmişə keçərlidir, sözünü işlətmirəm. Əgər günəş şüalarının düşmə bucağı 45-dən azdırsa, çıxaq Z yazın. 45-dən çoxdursa, üstə gərək Z yazın. İfadə doğru gəlir onda. Yaxşı. Az olduğuna görə çıxaq. Yay gün dönümü də dediyinə görə 23.5. Aha. Buradan enlik bərabər olacaq 30 dərəcəyə. 90-dan 23.5, 66.5, 66.5-dən də 36.5 eləyir 30 dərəcə. İndi şimal mı, cənub mu şərtini də artıq hardan müəyyən edirsiniz? Əgər siz bura çıxaq yazıbsınızsa, Bakı şimaldaydısa bu avtomatik olacaq cənubda. Çünki dedim axı, müxtəlif yarımkürədə olanda az düşür.
Ona görə də enliyiniz oldu 30 cənub enliyi. Bax, cavab buradan çıxır. Bu testdə, bu 2042-ci sualda 3 dənə məsələ gedir. Birincisi saat qurşağının tapılması, uzunluğun tapılması və günəş olan düşmə bucağının tapılması. Bu etaplı çox böyük görünür. Düşüncədə yaranır ki, etaplı da çox böyük yanır. Misal üçün, bir dənə uzunluğun tapılmasından avtomatik saat qurşağı tapılır. Ona görə də çətin deyil məsələ. Sadəcə 3 etaplıdır. Bu 42-ci sual. Keçək digər tiplərə. Kimə harda nə aydın olmasa soruşsun. Biraz fərqli tiplərə girəcəm. Niyə? Çünki artıq bir neçə tiplisini eləmişəm da sizə. 45 eləyək, 2 dənə uzunluq olanı. 45-də bilirsiniz ki, artıq saat qurşağı deyiliksə, mən bayaq da vurğuladım, keçən dərsdə daha doğrusu vurğuladım ki, enliklərdən işimiz yoxdur. Bu enliklər sizi sadəcə çaşdırmasın. Yəni, orada durmanın əhəmiyyəti yoxdur sizə. Baxıram ki, 2 dənə uzunluğum var. 2 dənə saat olanda, 2 dənə uzunluq olanda fərqini tapırıq demişəm. 137-dən 132-dən üzr istəyirəm. 132-dən çıxacam 7-ni. Eyni yarımkürədə olduğuna görə. Bu elədir 125. Deməli 125 dərəcə bunların fərqi var. Bəs 125 dərəcəm neçə saatdır? Saatı çöndərmək üçün bölürəm 15-ə. Düşür 8 saat. Qalığım qalır 5 dərəcə. Həmin 5 dərəcə yer kürəsində 1 dərəcənin 4 dəqiqəyə getdiyinə görə 5-i də vururam 4-ə, eləyir 20. 20 dəqiqə. Deməli 8 saat 20 dəqiqə bunlar arasında fərq var. Bəs yaxşı. İndi 8 saat 20 dəqiqəni toplayım mı, yoxsa çıxım mı? 130 baxın, qrivinci qurdum. 132 buradadır, düzdür? Məndə harda istəyir? 7-də istəyir. Hara doğru getdim? Şərqə doğru. Şərqə doğru gedəndə vurğulamışdım. Saat nə olur? Artır. Onda avtomatik nə edəcəm? Deməli toplayacağım. 13:40-ın üzərinə, buradakı 13:40-ın üzərinə gələcəm 8:20-ni. O deyil 22 onu. Cavab cəbəndə. Yaxşı, bu tiplərdən də keçirəm artıq. Çünki bu tiplərdən işlədik. Görə fərqli. Gəlin 52-ci suala baxaq. Bu günəşin çıxması, batması biraz düşünmək lazımdır ona görə. Deyir ki, 21 Mart tarixində, əslində bunun həlli yoxdur, birbaşa cavab deyəcəm. 21 Mart tarixində 70 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Mənə maraqlıdır, burada var 5 nəfər, 6 nəfər var da. Kimin fikri nə olar? Burada cavab sizcə nə olar? Mən sadəcə məntiqən istəyirəm ki, yanaşasınız. Ondan sonra onsuz da mən izahını verəcəm ki, nə demək istəyirəm. Fikirlər maraqlıdır ki, sizcə nə olar burada? Qərb uzunluğu olacaq da müəllimə. Həmən uzunluqda batmaz. Həmən uzunluqda batar. Niyə Eza müəllimə? Yəni çıxdığı uzunluqda 12 saatdan sonra da batır da günəş. Misal üçün bu həmişə 70 keçərlidir. dərəcə şərq uzunluğunda da batar da. 21 Mart tarixində 70 şərq çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Elə həmin uzunluqda da 12 saatdan sonra batır da. Düzdür müəllimə, cavabınız düzdür. Sadəcə olaraq mən bəs ora misal üçün 22 dekabr şərtində yazsaydım eyni cavab deyəcəydiniz Eza müəllimə. 22 dekabrda axı qış gün dönümü, gündüzün uzunluğu çoxdur, azdır. Elə bil qaranlıq saatlar çoxdur da, sutkanın Bəli. qaranlıq saatları çoxdur, fərqli olar. Bəli. Burada o 22 mart, 23 sentyabr, bax bu Bəli, sutkanın bərabərində düzdür, Gecə Eza gündüz müəllimə. bərabərliyi. Bəli, uzunluğunun bərabərliyi. düzdür Səma. Gecə gündüzün bərabərliyi. Bəli, o şərtə görə Eza müəllimə. Elə ona görə dedim ki, bunun həlli yoxdur. 21 Mart şərti var, Gülnaz müəllimə. Baxın, 21 Martda 12 saat gecə, 12 saat gündüz olur axı. Onsuz da harda çıxıbdısa 12 saatdan sonra da orada batacaqdı avtomatik şəkildə. Ona görə bu sualın cavabında deyirəm həlli yoxdur. Çünki əgər ora 23 sentyabrda versəydi eyni olacaqdı 12 saat şərtinə görə. Çünki 12 saat gecə, 12 saat gündüz də axı o bərabərliklərdə. Amma 22 iyun, 22 dekabr versəydi onda fərqli olacaqdı. Bu belə. Keçək. 53-cü suala baxaq. 53-cü sualı niyə izah edəcəm? Biraz ondan qərbdə, ondan şərqdə və yaxud da qərbdə, şərqdə sözlərində qarışıqlıqlar yaranır. Ona görə izah edirəm bunu. A məntəqəsi deyir 2-ci saat quşağının orta meridianından. Birinci, 2-ci saat quşağının orta meridianını tapmalıyam. 2-ni vururam 15-ə. Bu eləyir 30 dərəcə şərq uzunluğu.
İndi bunu çəkəcəm. Kimsə ekrana toxunur. Xahiş edirəm, ekrana toxunmayın. Aha. Çəkirəm. 30 dərəcə şərq uzunluğu. Çəkdim. Baxın, deyir ikinci saat qurşağının orta meridianından, yəni 30 dərəcə şərq uzunluğundan 12 dərəcə qərbdədir. Demirik 12 dərəcə qərb deyil, 12 dərəcə qərbdədir. 30-dan 12 dərəcə qərbə gedəcəm. 30-dan getdim 12 dərəcə qərbə. Bu avtomatik gəlib çıxacaq 18 dərəcə şərq uzunluğuna. Yəni 30-dan 12-ni çıxdım. Bu elədi 18 şərq uzunluğu. Bu A məntəqəsidir. Bu A-mız. İndi keçdik. B məntəqəsi isə A məntəqəsindən 160 dəqiqə şərqdə yerləşir. Dəqiqəni birinci dərəcəyə çevirirəm. 160-ı bölürəm 4-ə. Eləyir 40. Şərqdə yerləşdiyinə görə həmin bu 18-dən 40 dərəcə gedəcəm şərqə. 18-dən 40 dərəcə şərqə gedəndə gəlib çatacam 58 şərq uzunluğuna. 58 şərq. Bu da B məntəqəsi. Həfsə, indi bunların saat qurşağını istəyir. İndi işə asanlaşdı. Bundan, A'dan, misal üçün normal halda bu testi necə işləyirlər? Elə başlayırlar 30-dan sonra 12-ni götürürlər. 12 dərəcə qərb uzunluğunu. Sonra 12 qərb uzunluğunu artıq 40 dərəcə gedəndə bu problem yaranır. Hansından hansı istiqamətə gedirik ona diqqət eləməliyik. A onsuz da birinci saat qurşağına düşəcəkdir. 18-i böləndə 15-ə 1 düşəcək. 58-i də 15-ə böləndə 3 düşür. Amma orada qalığınız qalır sizin. 13 dərəcə qalığınız qalır. 13 dərəcə olduğuna görə də ona bir dənə əlavə eləyəcək, olacaq 4. Deməli, birinci və dördüncü saat qurşaqlarında yerləşir. Bu da belə. Keçək digərlərinə. 54 də bunun kimidir. Gəlin baxaq hansına? Biraz fərqli baxaq. 55-ə baxaq. Biraz belə şəkilli suallarımız çaşdırır. Ona görə baxıram. Nə deyir? Səyə A məntəqəsindən, A məntəqəm haradır? 30 dərəcə şərq uzunluğu, 20 dərəcə cənub enliyi. A məntəqəsindən 0 dərəcə azimutla gedir. Yəni şimala doğru gedirik. Neçə kilometr? 6660. Böldüm 111-ə. 60. 20 dərəcə cənub enliyindən 60 dərəcə şimala gedəndə avtomatik gəlib çıxacam 40 dərəcə şimal enliyinə. Yəni 20-dən çıxıram 60-ı mənfi 40 eləyir. Bu da deməkdir ki 40 dərəcə şimal enliyinə keçdim. Sonra gəlib çatdığım yerdən, bax bura çatıram. Çatdığım yerdən 270 dərəcə azimutla yenidən gedirəm. Yəni qərbə doğru. Amma burada ən çox çaşdıran nədir? 5124-ü götürürsünüz, bölürsünüz 111-ə. 111-ə yox. Mən hansı paralelin üstündə hərəkət edirəm? 40 dərəcənin. Ona görə bunu avtomatik böləcəm 85/4-ə. Deyəsən bu da 60 düşür. 60. 30 dərəcə şərq uzunluğundan 60 dərəcə qərbə doğru gedəndə gəlib çıxacam 30 dərəcə qərb uzunluğunu. Məntəqəm harda oldu? 30 dərəcə qərb uzunluğu. Bura gəldim, çatdım. 30 dərəcə qərb uzunluğu, 40 dərəcə şimal enliyi. Baxaq, 40 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu. Sonra görək nə istəyir bizdən. Həmin nöqtə ilə A arasında yerli vaxt fərqini istəyir. A hardaydı? Burada 30 dərəcə şərq uzunluğunda. Bu hardaydı? 30 dərəcə qərb uzunluğunda. Neçə dərəcə fərqlər var idi? 60 dərəcə. Saat da deyəndə 60-ı bölüyor 15 eləyir 4. Bu da belə. Siz də baxın, gözünüzə qəliz kimi gələn suallar olduqda mənə deyin. 60-a baxaq mı? Gəlin 60-a baxaq. 40 dərəcə cənub enliyi, 142 dərəcə şərq uzunluğudur. Çəkirəm. Çəkəndə işiniz asanlaşır. Nə qədər çəksəz sizə xeyirdir. Bir də ekrana toxunmasaz mən çəkəcəm, çəkə bilmirəm. 0. Bu da 0. 40 dərəcə cənub enliyi, 142 şərq uzunluğu. Bu A məntəqəmizdir. Yazıram bura bir dənə A. İndi A məntəqəsindən hərəkət edəcəm. Bax, bu 92 dənə 90 yazanda qarışıqlıq yaradır. Görün nə deyir? A məntəqəsindən 90 dərəcə azimutla, yəni şərqə doğru 90 dərəcə uçmuşuq. 142-dən 90 dərəcə şərqə getmişəm. Avtomatik nə olacaq? Artacaq. 142-nin üstə 90 gələcəm, 232 eləyir. 232 deyə bizim dərəcəmiz yoxdur. Deməli, avtomatik mən hara keçmişəm? Qərbə. Neçə dərəcə keçmişəm?
Bunu 180 çıxaraq da eləyə bilərsiniz. Və yaxud da ki, bunu birbaşa götürüb 360-dan çıxaraq da eləyə bilərsiniz. Gəlin 360-dan çıxaq. 360-dan çıxdım 232-ni. 8, 2, 1. 128. Всё. Çatdım 128. Qərb uzunluğuna enliyim olduğu kimi 40-da qalacaqdır. Cənub enliyi. Bir də saat qurşağını istəyir. 128-i də böləm 15-ə. Düşür 8. Qalığım da 8 qaldığına görə üzərinə 1 əlavə edirəm. Eləyir 9. Qərbdə olduğuna görə də 24-dən çıxıram. Qalır 15-ci saat qurşağı. Gördünüz necə sadəymiş əslində. 15-ci saat qurşağı 40 dərəcə cənub eni, 128 qərb uzunluğu. Yenə bu bir neçə etaplı ola bilər bu məsələlər, amma birini tapdıqda hamısı düz çıxır. Baxaq. Gözünüzə gələn olanda deyin sizdə. Mən baxım görüm fərqli bir şey axtarıram. Kimin sualı olsa verə bilər həmin vaxtda. Bu kimdir ekranı yazan? F hərfindən girən kimdir bilmirəm. Amma ekrana toxunub, ekranı yazırsınız. Yaxşı, davam edək. Baxın müəllimlər, siz də baxın. Bu günəşin çıxma batma vaxtını da işləyəkmi bir dənə? Günəş saat neçədə çıxar, neçədə batar məsələlərindən. Misal üçün 98-də. İlk öncə günəşin çıxma batma vaxtını müəyyən etmək üçün mən nəyə baxın deyərəm? Gündüzün uzunluğundan işləyin deyərəm həmişə. Çünki gündüzün uzunluğundan işləyəndə daha rahat olur. Amma bunun asan yolu da var. Neyinirsiniz? Mən bu qısa yolunu deyəcəm. Bu qayda deyil, qısa yoludur sadəcə olaraq. Deməli, neyinirsiniz? Sizə veriləni, yəni 14-20-ni, əgər 2 vaxt istəyirsə səndən, çıxma batma istəyirsə, bölürsən 2-yə, düşür 7-10. Həmin bu 7-10, yəni tap böləndə aldığınız rəqəm sizin günəşinizin çıxma vaxtı olur. Çıxma. Batma vaxtını tapmaq üçün də 24-dən həmin o 7-10-u çıxırsınız. 24:00-dan həmin o 7-10-u çıxırsınız. Ekrana yazdığım oxunmur, mən belə başa düşürəm, çünki qarışır. 24:00 çıxaq 7-10. Bu da eləyəcək 16:50. Həmin bu 16:50-də sizin batma vaxtınız olur. İşinizin asan yoludur bu. Qısa konkret bir neçə saniyə cavabınız çıxır. Bu da belə. Keçək. Baxın görün. Baxın 95-də də var eynisindən. Yenə böləcəksiniz. 14:40-ı bölürsünüz 2-yə 7-20. Bir dəfə də 24-dən çıxırsınız. Olur sizin günəşinizin batma vaxtı. Bu qayda asandır və keçərlidir. Misal üçün, baxın 109-cu sual necə olur? Həm burada Bakıda neçədə çıxar, neçədə batar cavabını istəyirsizdən. Eyni qayda ilə gedirsiniz. Sadəcə olaraq nə edirsiniz? 936-nı bölürsünüz yarıya. Yenə. Gəlin baxaq. 936-nı bölək yarıya. 2-yə bölürük. 2 isə istəyir deyə 2-yə bölürük də. Yəni həm çıxma, həm batma istədiyinə görə 2-yə bölürük. 936 bölək yarıya. 2-yə. Bu da eləyir 4, 96-da 2-yə bölündə 48. 4,48. Bəs yaxşı, indi burada necə eləyəcəyik deyəcəksiniz? 4,48-i mi götürək? Xeyr, 4,48-i götürmürsünüz. Niyə? Bayaqki tapşırıqlarda bizə saat verilməmişdi. Sadəcə verilmişdi ki, gündüzün uzunluğu, gecənin uzunluğu, günəşin çıxmasını, batmasını tapın. Amma burada saat verib. Bakıda deyir saat 12:00 oldu. İndi bir dəfə 12:00-dan 4,48-i çıxırsınız, günəşin çıxmasını tapırsınız. Bir dəfə 12:00-dan 4,48-i toplayırsınız, günəşin batmasını tapırsınız. 12:00-dan 4,48-i çıxanda qalacaqdı 7:12, toplayanda deyəcək 16,48. Bu da belə. Eyni şey, misal üçün 110-a da keçərlidir. Gəlin işləyək sizdən hansını. Bax, 103, 104 hansını işləyək? Baxın, görün hansını istəyirsiniz. Belə biraz yazıları çox olanda qarışdırırlar. 103, 104. Gəlin baxaq 104-ə. Nə deyir?
Deyir B məntəqəsi. Mən məsləhət görürəm ki, bunun üstündə işləməkdənsə B məntəqəsinin buradan koordinatını tapın, qıraqda çəkin, üstündə işləyin. B məntəqəsi 40 dərəcə cənub enli idi. Çəkdim. Sonra gəlirəm uzunluğuna baxam, düşür 80-ə. 80 dərəcədə şərq uzunluğudur. Всё. İndi görün burada işləmək necə asanlaşacaq. Orada qarışır. Amma burada qarışmayacaqdır. Bu sizin B məntəqəniz. İndi B məntəqəsindən əvvəlcə 90 dərəcə azimutla gedəcəm. Yəni şərqə doğru. Yəni uzunluğum nə olacaq? Artacaq. Şərq nəyi olur? Uzunluğu. Burada ən çox problemlərdən bir də bilirsiniz nə ilə qarşılaşmışam mən. Deyirəm ki, şərqə doğru gedirik. Şərqə doğru gedirik. Uzunluğu tapır neçə dərəcə gedəcək. Amma 40-ı dəyişir. Şərq nə olur? Uzunluğu. Deməli, mənim uzunluğum dəyişəcək. Enliklə mənim nə işim var onda? 80-in üzərinə əlavə edəcəm. Neçəni? 1708 kilometr deyir. Hansı paralelin üstündə gedirəm? 40 dərəcəlik paralelin. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85/4-dür. 1708-i bölürəm 85/4-ə. Məncə 20 düşür deyəsəm. 20 düşür. 80-in üstünə 20-ni əlavə edəcəm. Olacaq 100 dərəcə şərq uzunluğu. Çatdım hara? 100 dərəcə şərq uzunluğuna. İndi davam edirəm. Sonra 0 dərəcə azimutla gedəcəm. Yəni şimala doğru gedirəm. Neçə kilometr? 4440. Meridian üzərində hərəkət elədiyimə görə bölürəm 111-ə. Eləyir 40 dərəcə. 40 şimala gedirəmsə enliyim dəyişir. 40 dərəcədən 40 dərəcə şimala gedəndə azaldacam. Gəlib hara çıxacam? Ekvatorun üstünə. Всё. Deməli mənim enliyim oldu 0 dərəcə ekvator. Uzunluğum da oldu 100 dərəcə şərq uzunluğu. Bunu tapdım. Bu mənim oldu, belə deyim də, digər məntəqəm. Baxın variantıma 0 dərəcə enlik, 100 dərəcə şərq uzunluğu. İndi bizdən nə istəyir? Həmin nöqtə ilə deyil, B arasında yerli vaxt fərqini tapın. Tapaq. B neçədə idi? 80-də. Yerli vaxt yerinə enlikdən işim yoxdur. Bu neçədədir? 100-də. Neçə dərəcə fərqləri var? 20 dərəcə. 20 bölək 15 düşür 1 saat. 5 dərəcə qalığınız qalır. Həmin 5-i də vurursunuz 4-ə, eləyir 20 dəqiqə. Deməli, 1, 20 bunların fərqi var. Cavabımız oldu D variantı. Əslində sadədir, sadəcə etaplarını düzgün getmək lazımdır. Sonra gəlin 113-ə baxaq. 113-də deyir ki, 23 sentyabr. Baxın, bayaq dediyimiz qaydadır. Şərti qoyub 23 sentyabr, yəni 12 saat gecə, 12 saat gündüz şərtini qoyubdur. O şərti qoyandan sonra seçmək asanlaşır. İndi deyir ki, 23 sentyabrda A məntəqəsində bunu da həll eləməyəcəm, şifahi deyəcəm. Günəş 6:00-da çıxıb. Bax, misal üçün mən A məntəqəsində dayanmışam. Günəş 6:00-da çıxıb və 23 sentyabrdır. 23 sentyabrda 12 saat gecə, 12 saat gündüz olduğuna görə 6:00-da çıxan günəş 18:00-da batacaqdırmı? 12 saatdan sonra. Yadınızda saxlayın. Sizdən ya hamısını günəşin çıxmasına gətirməlisiniz bu tip tapşırıqlarda, ya günəşin batmasına gətirməlisiniz. Günəşin çıxmasından batmasına ayrı-ayrı elə bil ki, fiqurları bir yerdə hesablaya bilməzsiniz. Mütləq şəkildə eyniyə gəlməlidir. Yaxşı, 6-da çıxıbsa 18-də batacaqdır. Digər məntəqədə isə deyir 19:00-da batır. Bunlar arasında vaxt fərqini istəyir. Birində 18-də batır, birində 19-da batır. Neçə saat fərqləri var? 1 saat, yəni 60 dəqiqə. Cavabınız C variantı olacaq. Və yaxud da çıxmaya gətirə bilərdiniz bunları günəşin çıxmasına. Misal üçün 6:00-da burada çıxır, düzdür? 19:00-da burada batır. 19:00-da batırsa neçədə çıxıbdır? 12 saat əvvəl, yəni saat 7-də çıxıbdır. 6 ilə 7-nin arasında yenə 1 saat fərq var. Bax, o hissəyə mütləq şəkildə fikir verməlisiniz. 114 də eyni ilə onun kimidir. Burada da 6-da çıxıbdırsa 12 saat sonra, yəni 18-də batacaqdır. Bu birisində 20:00-da batıb. Neçə saat fərqləri oldu? 2 saat. 2 saatında nə qədərdir? 120 dəqiqə. Bu da belə. Keçək. Gəlin 120-yə baxaq burada. Madrid şəhərinə nisbətən, Madrid şəhərini veribdir. 4 dərəcə qərb uzunluğu. Gəlin çəkək. Madrid Bakı ilə eyni enlikdə yerləşir. Dörd dərəcə qərb uzunluğum. Bura Madrid. M hərfi yazacağım ki, işimizi asanlaşdıraq. Madrid şəhərinə nisbətən
tez çıxan deyir. Baxın. 2 saat 24 dəqiqə tez çıxdığı məntəqə ilə. Birincisi həmin məntəqənin uzunluğunu tapmalıyam mən. 2 saat 24 dəqiqəni çevirəcəm. 2 24. 2-ni vururam 15-ə, edir 30. 24-ü bölürəm 4-ə, edir 6. Topladım elədi 36. Tez çıxdığı dediyinə görə mən avtomatik şəkildə hara gedəcəm? Şərqə doğru gedəcəm. 4 qərb uzunluğundan gedəcəm 36 dərəcə şərqə. 4-dən 36 şərqə gedəndə çatıram 32 şərq uzunluğuna. Çatdım 32 şərq uzunluğuna. Bu məntəqə ilə, bax bu 32 şərq uzunluğu ilə Pekin arasında yerli vaxt fərqini istəyir. Pekin də 117 şərq uzunluğudur. Eyni yarımkür olduğuna görə həmin 117 ilə, bir də ekrana toxunmayın, xahiş edirəm. 117-dən çıxıram 32-ni, qalır 5 və 85 qalır. Düzgün hesabladım, 85. Bunu da sadə çevirəcəyik. Böləcəyik 15-ə, düşəcək 5, qalğınız qalacaq 10. Onu da vururam 4-ə, eləyir 40. Yəni 5-40. Fərqi tapdıq. 5-40 sizin yerli vaxt fərqiniz var. Bir də bu məntəqənin yerləşdiyi saat qurşağını istəyir. Yəni 32 şərq uzunluğunun saat qurşağını. 32-ni 15-ə böləndə 2 düşdüyünə görə ikinci saat qurşağında olacaq. Cavabınız olacaq A variantı. Bu da belə. Keçək. Görək başqa tiplə nə var burada. Qəribə sual görünsə gözünüzə deyərsiniz. Gəlin burada 118-ci suala baxaq. Bu da həlli olmadan birbaşa verəcəyim cavabdır. Görək nə istəyir. Greenwich meridianı üzərində avtomatik oldu 0 dərəcə uzunluq. 5 dərəcə şimal enliyində deyir cismin kölgəsi yoxdur. Cismin kölgəsi nə vaxt olmur? Günəş zenitdə olanda. Günəş zenitdə saat neçədə olur? 12 tamamda. Deməli, Greenwichdə saat 12 tamamdır. Hansı məntəqədə gecə yarı olur? Gecə yarı olması üçün də neçə olmalıdır? 24:00. Yaxşı. 24:00 bu, 12:00 bu. Neçə saat fərqləri var? 12 saat. Neçə dərəcə eləyir? 12-nin 15-ə vuranda 180 dərəcə. Deməli, hansı məntəqədə gecə yarı olacaq? 180 dərəcə uzunluqdur. Bunda həlli yoxdur. Qısa konkret. Misal üçün, gəlin 119-a baxaq. Burada biraz fərqlidir. Kölgə yoxdursa, yenə 12:00-dur. Düzdür? Axşam üstü olanda da saat 18:00 olur. Neçə saat fərqləri oldu? 6 saat. 6 saatim neçə dərəcədir? 90 dərəcə. Neynədim? Vurdum 15-ə. İndi yaxşı. Bu məntəqədə günortadır, kölgə yoxdur. Amma digərində axşam üstüdürsə, bu 90 şərq mi olar, 90 qərb mi olar? Axşam üstüdürsə daha irəlidədir, düzdür? Daha irəlidədirsə deməli şərq olacaq. Cavabınız olacaq 90 şərq uzunluğu. C variantı. Bu da belə getdi. Baxaq. Buradan o tərəfə mən bildiyim qədər elə bir qəliz suallarımız yoxdur. Aha, gəlin birdən 158-dən 159-u izah edeyim, onunla da bitirəcəyik onsuz da. Gələn dərsimizə yenə sorğu atacağım. Nə hansı məsələni istəsəz onun izahına dayanacağım. 158. Bakıda bir yanvar saat 5:32-dir. Bu zaman Bakı ilə eyni enlikdə yerləşən A məntəqəsində 31 dekabr 22:52-dir. Bu məntəqələr arasında ən qısa məsafəni tapın. Baxıram ki, 2 dənə mənim saadım var. 2 dənə saat onunla nə edirdik? Fərqini tapırdıq. 22:52 ekrana toxunmayın. Çıxaq. 5:32. 22:52-dən çıxanda 5 qaldı 17. 52-dən də 32 çıxanda qaldı 20. Gəlin çevirək. 17-ni vururam 15-ə. 20-ni də bölürəm 4-ə. 240 17-ni 15-ə vuranda 255 mi eləyir? Bir də mən onu kalkulyatordan vurum. Hə, 255.
Topladıq elədi 260. 260 deyə bizim bir dərəcəmiz yoxdur. Ona görə 360-dan çıxdıq 260-ı. Oldu 100 dərəcə. Deməli, həmin məntəqə arasında neçə dərəcə fərqim var? 100 dərəcə fərqim var. Bizdən nə istəyir amma? Kilometr fərqini istəyir. Bakı ilə eyni enlikdə yerləşir bu məntəqəmiz. Bakının enliyi neçədir? 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyində 1 dərəcə qövsünün uzunluğu da 85.4-dür. Bizim neçə dərəcə fərqimiz var? 100 dərəcə. Ona görə 85.4-ü vururam 100-ə. Bu deyir 8540. Şu. Sizin 158-ci tapşırığınızın cavabı budur. Eyni ilə 159 da keçərli olacaqdır. Bunun kimi. Yenə 21-30-dan 250-ni çıxacam. Eləyəcək 19, yox 18, üzr istəyirəm, hesablayaq. 18, 40. 18, 40-ı çöndərəcəm. 18-i vuracam 15-ə. 40-ı böləcəm 4-ə. 10, 255 eləmişdirsə 270 eləyəcək. Toplayanda 280. 360-dan çıxacam 280-i. Eləyəcək 80 dərəcə. İndi nə istəyir bizdən? Yenə eyni enlik deyir. Bakı şəhərində bəli 40 dərəcə. Deməli biz 80-i neyniyəcəyik? 80-i vuracağıq. Bir də mən kalkulyatordan vurum onu. 85 onda 4-ə. Vuracağıq 85 onda 4-ə. 40 dərəcəli paraleldədir. O da eləyir 6832. Bu qədər. Demək, bu günləri biz saat qurşaqlarının izahını bitirdik, dimlə bitirdik təbii ki. Yay boyu onsuz da olacaq deyə ödənişsiz dərslərimiz. Biz bunların davamını digər testlərdə də işləyəcəyik. İndi mən sizə sorğu göndərəndə inşallah saat qurşaqlarını yazmayacağam ora. Günəş şallarının düşmə bucağını yazacağam məsələ olaraq. Horizontalları yazaram, miqyas yazaram ilkdən əvvəldən başlayaq. Bir də meyillilik məsələlərini yazaram. Seçim eləyərsiniz. Onların üstündə də gələn dərs inşallah 2 dərsdə onların üstündə işləyərik. Hər birinin dərs üstündə 2 dərs işləyib inşallah yay mən belə başa düşürəm ki, payıza qədər hər birinin məsələlərinə baxa biləcəyik. Və təbii ki, xəritə suallarımız da olacaqdır. Xəritənin də izahlarını verəcəm. Hələ ki, bir neçə dərs məsələlərdən gedək, ondan sonra xəritələrə də keçərik. Kiminsə sualı varsa və yaxud da demək istədiyi nə isə varsa buyursun. Yoxdursa bitirirəm. Çox sağ olun. Allah razı olsun Əsəl müəllimə. Siz sağ olun Gülnaz müəllimə, siz sağ olun. Heç kimin sualı yoxdursa sağollaşıram. İnşallah gələn dəfə ödənişsiz dərsdə görüşərik. Sağ olun.